Xəbər 24 efirində sizi salamlayırıq. Kanala abunə olub videoları bəyənərək bizə dəstək ola bilərsiniz. Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayət qızının atası Hidayət Baxşəliyev dünyasını dəyişib. Uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparan mərhum, bu ağır savaşa daha çox tab gətirə bilməyib və iyunun 7-si səhər saatlarında vəfat edib. Bu itki Xoşqədəm Hidayət qızı üçün çox ağır olub. Sosial şəbəkələrdə etdiyi paylaşımda o, atasını təkcə bir valideyn yox, həm də ən yaxın dostu, sirdaşı və həyat yoldaşı kimi gördüyünü deyib. Paylaşımında belə deyib: "Sənsizliyimin ilk gecəsi ağır keçdi, ata. Mən təkcə atamı yox, həm də həyatdakı tək dostumu, sirdaşımı, ürək yoldaşımı itirmişəm. Belə çarəsizliyi, çətinliyi ilk dəfədir yaşayıram." Xatırladaq ki, bu ailə bir müddət əvvəl, aprelin 14-də Xoşqədəm Hidayət qızının anası Ofeliya xanımı da itirmişdi. Beləliklə, qısa müddət ərzində həm anasını, həm atasını itirən Xoşqədəm üçün bu dövr çox ağır keçməkdədir. Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Xoşqədəm Hidayət qızına və ailəsinə səbr diləyirik.